cümlə qızıl cümlədir, bunu yadda saxlayın. İnsanın evlərindən acığı gəlir, evlərindən xoşu gəlmir, evlərini açmaq istəmir. Ancaq bir halda aça bilər ki, açdığı varlıq onu o qədər şirin qarşılasın, gülər üzlə qarşılasın ki, o şirinliyi buna evlərinin acılığını unuttursun. Onda gedib rahat deyər. Onda evlərindən xilas olar, evlərindən azad olar. Övliyalar körpələr kimi gedib. Körpə uşaqlar kimi gedib Allahın qapısında və bu İmam Hüseynin, Əhl-i Beytin, Peyğəmbərin şənini aşağılamır. Onların ucalığı bundadır. Qorxmayın bu sözləri deməkdən. Özlərini danışırsan, deyər uşaq hələ kiçik sözdür Allahın qabağında. Allah bir söz nə deyir? Deyir, bəndələr əgər günah edib məndən üzr istəməsələr, elə bir varlıq yaradaram ki, günah eləsin, məndən üzr istəsin, üzrxahlıq eləsin və mən də bağışlayayım. Çünki mənim bu haldan xoşum gəlir. Allah niyə xoş deyir ondan üzr istəsinlər? Sındırmaq üçün.